Salam dəyərli müəllimlər və abituriyentlər, sizləri xoş gördük. Bugün fizika müəlliməsi Köyün Əliyeva sizə yeni toplu olan bərk cisimlər və mayələrin xassələri başlığından ətraflı yazılı cavab tələb olan tapşırıqların həll yollarını izah edəcəm. Birinci sualımızdan başlayaq. En kəsiyinin sahəsi 5 mm kvadrat olan polad məftilinin kütləsi ən az nə qədər yük asdıqda o qırılar və poladın möhkəmlik həddi isə verilibdir. Burada verilən möhkəmlik həddi həmin bizə verilən siqmadır, yəni mexaniki gərginlikdir. Bunun isə qiymətini verir 5 vurulsun 10 üstü 8 paskaldır. En kəsiyinin sahəsi 5 milli 10 üstü mənfi 3-dür. Bu isə kvadrat olduğuna görə, onda 10 üstü mənfi 3-ün kvadratı yazanda 10 üstü mənfi 3 də 2-yə vurulanda bu 10 üstü mənfi 6 eləyəcəkdir. Bunu yəni əsas vahide çevirmək lazımdır. 10 üstü mənfi 6 metrin kvadratı. Və bizdən isə indi buradan kütləni soruşur. Bir də şeyimiz var. Verilən bu fiziki kəmətlərə uyğun olaraq mexaniki gərginin bu düsturu var. F bölünsün S-dən ibarətdir. F də qüvvədir. Qüvvənin də yerinə MŞ-ni yazarıq. Onda düstur olacaq. Sigma bərabər MŞ bölünsün S. Bizdən kütləni soruşur. Kütlə isə M bərabər olacaqdır. Sigma vurulacaq isə bölünəcəkdir şeyə. Sigmanı bizə verib 5 vur 10 üstü müsbət 8. Sahə 5 vur 10 üstü mənfi 6. Şey isə 10'dur. Buradan sadələşdirək. 10 üstü müsbət 8, 10 üstü mənfi 6'ya vurulanda bu 10 üstü müsbət 2 eləyəcəkdir. 10 üstü müsbət 2 də 100 deməkdir. Bu sıfırla da bu sıfırın biri ixtisar olunacaq. Axırıncıda heç nə qalmır. 5 də 5'ə vurulanda 25, yanına da bir sıfır eləyəcəkdir. 250 kiloqram sualımızın cavabı. İkinci suala baxaq. 3.6 vur 10 üstü müsbət 5 jol istilik miqdarı sərf etməklə ərimə temperaturundan götürülmüş 4 kiloqram isin hansı hissəsini əritmək olacaqdır? Bax, bizə ilk öncə verilən belə bir kütlədir. Bu kütləyi yazıram M1 bərabərdir 4 kiloqramdan ibarətdir. Sonra isə buradan bizə verilib istilik miqdarı, yəni Q. Q-nü verib 3.6 vur 10 üstü müsbət 5, bir də lambdamız var. Deməli, Q və lambdanın sayəsində isə biz buradan ikinci kütləni çıxardacaq. İkinci kütləmiz də bərabərdir. Q bölünsün lambdadır. Q-nü verib bizə 3.6 vur 10 üstü müsbət 5. Lambda yəni xüsusi ərimə istiliyi 1.8 vur 10 üstü müsbət 5. Buradan 10 üstü müsbət 5'lər ixtisar olunur. 3.6'nı 1.8'e bölmək. Bu da bizə 2'ni verəcəkdir. Bunda M2 də gəldi, elədi 2 kiloqramdan ibarət. İndi bizə deyirik hansı hissəsini əritmək olar. Biz nə edirik? Biz ikinci son hərfi birinci, yəni fiziki kəmətə böləcək. M2'ni M1'ə böləcəm. Bunun necə dəyişdiyini tapırıq buradan. M2 2'dir. M1 də 4'dür. Onda olur, bu da ixtisar edəndə 2'də 1 elədi. Bu 2'də 1 eləyəndən sonra bunun dəyişini elə biz tapdıq 2'də 1. O deyir hansı hissəni əritmək olar. O zaman bir bütöv vahiddən tapdığın bax bu hissəni həmişə çıxacaqsın ki, onun nə qədər hissəsini əritmək olduğunu çıxarır. Bu da elə 2'də 1 ilə. Yəni bu təsadüfən gəlir. Bu cavab da eyni şəkildə çıxa bilər. Onda bu da 2'də 1 də cavab ya da 0.5 deyə yaza bilərik. Əgər deyək ki, bunun cavabını tapmışam, tutaq ki də 4'də 1, onda 1'dən çıxacaq 4'də 1. Bu da eləcəkdir 4'də 3, başqa sözlə 0.75 olacaqdır. Yəni, mən buradan onu sizə anlamaq üçün bu cür bir başqa bir cavabla qeyd etdim. İndi isə baxıram 3-cü sualımızın. 3-cü sualımızda şaqilə yuxarı istiqamətdə yönəlmiş 2 metr saniyə kvadrat təcili hərəkət edən liftin kabinəsinə isladan kapilər burada şaquli vəziyyətdədir. Lift dayanarkən burada mayenin qalxma hündürlüyü necə dəyişəcəkdir? Yaxşı, gəlin ilk öncə bu nöqtəyə qədər verilən tərəflərimizə baxaq. Bax, bu nöqtəyə kimi verilən hissələr bizim birinci tərəfdir. Nöqtədən sonra gələn hissə isə bura yaşıl tərəf, yəni bura da bizim ikinci tərəfimizdir. Nəyisə dəyişimini soruşursa, biz onun həmişə ikinci halını birinci halına bölməliyik ki, onun son halıdır, birisi onun başlıq halıdır. Yəni son başlıq hala bölünərək onu necə dəyişib tapacaq. İndi birinci vəziyyətimizə baxın. Deyir, yuxarı istiqamətə yönəlmiş 2 metr saniyə kvadrat təcillə. Yəni təcilin istiqamətini bizə yuxarı şəkildə veribdir. Onda belə yazacağım onu mən. Təcilin istiqamətini yuxarı yazıramsam, yəni A, təcil yuxarıda, təcilin də qiyməti 2'dir. İndi birinci mən hündürlüyü tapıram. Mən birinci hündürlüyü buradan tapanda, yəni hündürlüyümüzün düsturu 2 sigma bölünsün rho J R'dir.
Artıq əgərlərim J'miz təcil yuxarıdırsa, J belə olduğu şəkildə dura bilməz. Təcil yuxarıdırsa, onda bu J üstəgəlsin A şəklində yazacağım bunu mən. Buradan olur J üstəgəlsin A, mötərizəni bağlayıram, vurulsun, bir də R-dən ibarətdir. Bizim birinci hündürlüyümüzdür. İndi ikinci şərtimizə baxın. Bu bizim birinci şərt idi. İndi ikinci şərtdə isə deyir ki, lift dayandı. Lift dayandısa hərəkət yoxdur. Yəni sürət gedir sıfıra. Sürət sıfır olanda nə təcil, nə də əvəzləyici qüvvə yazılmayacaqdır. Olmayacaq. İkinci hündürlüyümü düsturunu yazanda 2 sigma rho r əsas düstur olaraq yazıram. Amma təcil sıfır olduğuna görə bunun nə j üstəgəl a-sı, nə də j minus a-sı olacaq. Belə qalır bu şəkildə. Vəsə, bu da bizim onun ikinci düsturumuz. İndi isə baxıram. Eyni olan hərfləri çəhrayı rəngə salıram. Bax, 2 sigma həm birinci hündürlüyümüzdə var, həm ikinci hündürlüyüdə. Rho-su da var, r-i də var, hər biri var. Ona görə gəl istəsək o hissələri görməzdən gələk. Biz hansı tərəfə baxırıq? Biz həmişə nəyəsə dəyişim tapırıqsa, onun son halını başlanğıc hala bölürük və nisbət isə həmişə dəyişən hərflərə görə qoyulacaqdır. İndi görsən H1-in J üstəgəl A ilə necə asıdır? Tərs. Onda H1-in J üstəgəl A ilə tərs asıdır. H1 məxrəcdədir. Onda J üstəgəl A-nı yuxarıdan yazacağım. Sonra H2-yə baxıram. H2 də J ilə tərs asıdır. Onda H2 də J ilə tərsdir deyə bunu da yatıram məxrəcə. Belə J-ni 10 verib təcilimiz 2-dir. Məxrəcim də J də 10-dursa, bu da elədi 12 böl 10, elədi 1/12 və demək ki, buradakı hündürlük, kapilyar boruda olan hündürlüyümüz 1/12 dəfə artır. Sürətdə olanda artacaq, məxrəcdə olsaydı azalmış olardı. Dördüncü sual. Ərimə temperaturundan götürülmüş kristal maddənin tam əriməsi üçün sərf olunan istilik miqdarının onun kütləsindən asılı qrafiki verilmişdir. Xüsusi ərimə istiliyini tapın. Əgər ərimədən söhbət gedirsə, xüsusi əriməsi bu lambdadır. Lambda sualdır. Biz də bilirik ki, Q ilə M ilə lambdamsın əlaqəli düsturu lambda bərabərdir. Q bölünsün M-dən ibarətdir. Əgərlərin mən istilik miqdarının 50 olan qiymətini götürürəmsə, onda bu qırıq-qırıq xətləri izləyərək kütləmizin də 2 kiloqramını götürəcəm. Deməli belə, Q-nun yerinə 50 yazıram. Bir də bura diqqət etsək, görürsən Q-nun önünə nə yazıb? Kilojol. Kilo nə deməkdir? 10 üstü 3 deməkdir. Buna yazıram 10 üstü 3. Başqa sözlə 1000 deməkdir. Kütləmiz də 2-dir. Və 50 də 2-yə bölünəndə bu elədir 25. Önündə də 10 üstü müsbət 3 var, yəni kilodur da. 25 kilojol bölünsün kiloqramdan sualımızın cavabı ibarətdir. Ya da buna 25.000 də deyə bilərik. Baxaq, bu 4 oldu. 5-ci sualımıza. Ölçüləri eyni olan hansı materialdan hazırlanmış çubuğun sərtliyi ən kiçikdir? Sərtliyi F-dən X-dən asılı deyil. Bu düsturu yazmayacaq. Aslı olan düsturu yazırıq. K yəni bərabərdir. SY bölünsün L sıfırdan ibarətdir. Buradan görürəm ki, sərtlik Y yəni Young modulu düz asıdır. Young modulu Y-dir. İstərsən gəl buradan bunu silim, elə Young modulu yazıram. Bax, bu ifadə Young moduludur və bizə bunu Pascal'dan veribdir. Nə kimi Pascal'dan veribdir? Qrey ilə. 1 Qrey Pascal'dan qiymətləri verilibdir. Olsun. İndi isə mən görürəm ki, sərtliyi Young modulu düz asılıdır. İndi sərtliyin bizə kiçiyini deyirsə, deməli Young modulu da burada ən kiçik olacaq. Young modulunun da ən kiçik qiyməti gümüşdədir. Yəni burada 80 hamısından kiçikdir. Cavab sadəcə gümüş oldu. Hesablamağımız ehtiyac yoxdur. Sadəcə düsturu bilirik. Onu biz verilən fiziki əməklə müqayisə edirik. 6-cı sualımızda isə deyir ki, bizə sərtliyi nə olsun? Ən böyük olsun. Sərtlik də burada böyükdürsə, indi 5-ci sualın izahına baxa bilərsiniz. Young modulunuza görə baxılır. Young modulu da iyidir. Burada ən böyük qiymət 210 olaraq burada götürüləcək. Çünki sərtlik Young modulu ilə düz mütənasib asılı olacaqdır. 7-ci sualımızda diametrləri eyni olan alüminium məftillərdən yüklər asılmışdır. İkinci məftilin nisbi uzanması 0,6, birinci məftilin nisbi uzanması nə qədər olacaq? Bax, bu bizim ikinci məftildir. İkinci məftilin uzanmasını 0,6 verir. Deyir, buna görə də birinci məftilin uzanması bəs nə qədər olacaqdır? Görürəm ki, birinci məftildən kütləsi 1 m-dən ibarətdir. İkinci məftilin də kütləsi 2 m-dən ibarətdir. Burada əsas söz diametrləri eyni. Deməli, düsturumuz tapanda, yəni diametr eynidirsə, D1, D2 bərabərlikdə, yəni konstant bu olmalıdır. İndi isə başlayırıq belə vəziyyətlərə hansı düsturu yazmağa. Bax, buradan məftil nə olur? Bunun
gərginləşir. Mexaniki gərginliyin düsturu sigma bərabər F bölünsün S-dən ibarətdir. Nisbi zamanla əlaqəli mexaniki gərginliyin, yəni sigmanın bir düsturu da Y-dir. Bunu da yazandan sonra artıq biz sigma, yəni mexaniki gərginliyi atırıq getsin. Bizə diametr eyni dediyinə görə sahənin yerinə gətirəm, PD kvadrat bölünsün 4 yazıram. Çünki eyni hərflər həmişə sabitlər düsturumuzda durmalıdır. Sonra görürəm ki, burada kütlələr də var. Onda F-i F kimi saxlamıram. F-in daha yerinə MJ-ni yerləşdirirəm. Bu da olur belə. İndi başlayıram nisbət qurmağa. Nisbət həmişə yadımızda saxlayaq ki, dəyişən hərfə görə yazır. Bax, nisbi uzanma kütlələ görsə necə asılıdır? Düz asılıdır. Ona görə yazıram ki, Y2-nin Y1-ə nisbəti bərabərdir M2-nin M1-ə olan nisbətidir. Bax, görürsən burada uzunluqları mən nisbi zamanı uzunluğa görə baxmıram. Çünki ben nisbi zaman delta L bölünsün L0 düsturu var. Niyə görə ona baxmıram? Çünki mənim burada diametrimin sabitliyi qorunmaz. Çünki o diametri sabit dedi. Ona görə mən bu düsturu yaza bilmərəm. Bunu onun üçün silirəm geçsin. Və indi isə başlayıram yazmağa. M2-nin yerinə 2M yerləşdirirəm. M1-in də yerinə M yazıram. M-lər ixtisar olunur. Bizim bu nisbət 2-yə gəldi, bərabər oldu. Buradan da məndən Y1-i soruşdu. Yəni birinci nisbi uzanmanı soruşur. Birinci nisbi uzanmamız bərabərdir. Y2 bölünsün 2-dir. Y2 0 %6 bölünsün 2. Bu da eləyəcəkdir 0 tam %3. Nisbi uzanmanın da vahid olmadığı üçün yanına heç bir vahid yaza bilmirəm. 8-ci sualımızda kapillər borunun radiusu 2 mm az olan eyni materialdan hazırlanmış kapillər boru ilə əvəz eləyəndə verilmiş mayenin burada qalxma hündürlüyü 3 dəfə artır. Kapillər borunun ilkin radiusunu tapın. İlkin radius R'dir. Bizdən R'i soruşur. Amma hansı ilkindirsə, yəni birincidir, ilk olanı deyil. Sonda isə də o 2 olacaqdır. İndi bu şərtləri görməyə çalışır. Radius 2 mm az olan. Belə az olanda, kiçik olanda, dəfə böyük, dəfə çox olanda nə edirsiniz? Radius nə hərf deyir desində, ikinci hərfi birinci hərfə bərabər elə. Az olan deyirsə bu minus 2-dir. Yəni çox olsaydı üstəgəl 2 olacaq idi. Sonra hündürlüyümüz də deyir 3 dəfə artır. Onda yazıram. Yəni ikinci hündürlüyü birinci hündürlüyə bərabər edirəm. Dəfə 3 dəfə artırsa bu vurulsun 3 deməkdir. Amma dəfə az olsaydı bu bölünsün 3 olacaqdır. Yəni dəfə artım olanda vur 3-dür. Dəfə azalsaydı H1 bölü 3 olacaqdır. Və salam, indi bizdən də birinci radiusumuzu soruşur. İndi mən buna uyğun kapillər boruda olan hündürlüyümüzün düsturunu yazıram ki, H bərabərdir 2 sigma rho J R-dən ibarətdir. Hündürlüyü radiusla tərs asıdır. Ona görə bax, hündürlüyünün bizə belə bir ifadəsini verirsə, radius üçün bunu birbaşa yaza bilərsən, tərs asıdır. Yəni, bax, belə yazacaqsan. Onda R1 bərabər olacaq 3 R2. Axı tərs asıdır, ona görə indekslər fərqli şəkildə olur da, bunların əksi olur. Ya da belə çətinlik çəkirsənsə, götür nisbət qur yaz. H2-nin H1-ə nisbəti olacaqdır. Tərs asıdır axı H-dən R, onda R1-in də R2 olan nisbəti. H2-nin yerinə yazıram 3H1 buradan. H2-nin yerinə 3H1-imizi yazsaq, H1-lər ixtisar olunanda da qalır bu şəkildə. Yəni 3 bərabər olur R1 bölünsün R2. Oradan da R1-i tapanda R1 də bərabər olacaq 3 R2. İndi bu boyda uzun dərə yazmaqdansa elə bunu birbaşa da buradan yaza bilərdik. Bu belə. İndi gəl buraları silək. Yəni onsuz da bunu öncədən mən hazır demişdim də. R1-imiz 3 R2-dir. Bunu yazıram qıraqdan. R1 bərabərdir 3 R2-dən ibarətdir. Bəs hanı R2? R2 də budur da R1 minus 2-dir. Mən onda R2-nin yerinə gətirib bunu yerləşdirəcəm. R1 bərabər 3 vurulacaq. R2-nin yerinə R1 minus 2-ni yazacaq. Mötərizəni vurub açaq. 3-ü R1-ə vurduq. Bu elədi 3 R1 minus 3 də 2-yə vurana bu da elədi 6. 1 R1-dən 3 R1-in çıxanda mənfi 2 R1 eləyir. 6-ın da önü mənfi olanda mənfilər atılır. R1 də tapanda bu da eləyəcəkdir 3 mm. Yəni birinci radiusumuz 3 mm-dən ibarətdir. Amma əgərlərim sonuncunu desəydi, yəni R2-ni desəydi, onda R2 bərabər idi. R1-in yerinə 3 yazıram. Minus 2 bu eləyəcəkdir 1 mm. Gördüyümüz kimi son olan radius azalıbdır. 9-cu sualımıza baxaq. Gəlin bu yanlarımızda silək. 9-da kütləsi 10 kiloqram olan qalanın temperaturunun
onun istilik miqdarı, yəni Q-dən asılılığı verilir. Qalanın xüsusi ərimə istiliyi nə qədər olacaqdır? Bax, qalanın ərimə istiliyini tap deyirsə, mən bu aralıqdakı olan istilik miqdarını tapmalıyam, Q-nü tapmalıyam. Çünki lambdamız, yəni xüsusi ərimə istiliyi lambdanı soruşur da bizə, lambda sualdır. Çünki lambda bərabərdir Q bölünsün M-dən ibarətdir. Kütləmiz var, 10 kiloqramdır. Amma Q istilik miqdarı yoxdur. Bəs Q-nü necə tapaq? Gəlin Q-nü tapmağa çalışaq. Q-nü tapanda Q burada bu çəhrəyə olan aralıqdır. Bu çəhrəyə aralığı tapmaq üçün buradan olan bir dənə istilik miqdarının qiyməti lazımdır ki, onu tapım, onunla bunun fərqini çıxara bilim ki, oradan biz Q-nü çıxaraq. Yaxşı, onda bunu nə cür edə bilərik? Bu yaşıl hissəni görürsənmi? Çəpinə xətlər bizim verilən qalanın bax qızma olan tərəfidir. Çəpinə xətlər belə də artan hissədir. Bu qızmadır. Ona görə qızmanın birinci mən düsturunu bilməliyəm. Q bərabərdir Cm delta T'dir qızmanın düsturu. Ərmənin düsturu lambda M, qızmanın düsturu Cm delta T'dir. 2 istilik miqdarında. İndi buradan görürük ki, qalayın xüsusi ərimə istiliyi, yəni C-sini bizə 230 veribdir. Kütlə 10-dur. Temperatur dəyişiminə də baxanda buradan çıxıb gəlib bura 232 ilə 132 aralığıdır temperatur dəyişimi. Yəni fərqi 232-dən 132-ni çıxanda bu 100 Selsi dərəcə ilədir. Onda bunun temperatur dəyişimi yerinə 100 qoyanda bərabərdir. Deməli 2 0 1 0 3 0 elədir bu. 3 0 10 üstü müsbət 3-dür. Önü də 230-dur. Onda bunu yazacağım ki 230 kilojoldan ibarətdir. Vəssalam. Deməli mən bax bu xətti buradan bu dairənin içini 230 tapdım. 230 kilojol. Görsən ki, burada kilodur. Yəni hamısı eyni ortaq tərəfə gətirmişik. İndi isə mən oradan Q-nü, yəni deməli ərimə istiliyini tapacağam. 820-dən 230-umuzu çıxanda yazıram 820 çıxılsın 230. Bu da bizə verəcəkdir. Deməli 7-dən də 2-ni çıxanda 590 kilojol elədi. İndi gətirəm Q-nün yerinə buradan 590 kilojolumuzu yerləşdirək. 590 kilojol da 0 10-a bölünəndə bu da elədi 59 kilojol bölünsün kiloqramdan ibarət. Yaxşı, baxaq buradan 10-cu sualımıza. Bunu silək belə keçdirək. Kütlə 10 kiloqram olan qalayın temperaturunun istilik miqdarının asılığı verilmişdir. Qalayın xüsusi istilik tutumu nə qədər olacaqdır? Xüsusi istilik tutumu balaca C-dir. Bunu bizdən soruşur. Bunu biz tapmağımız üçün öncə nə etmək lazımdır? Deməli, bax, buranı görürsəm, bu hissədə istilik miqdarımız var. Bizə lazımdır bunun bu hissəsindəki xüsusi ərimə istiliyini tapım, yəni Q-nü tapım da. Q-nü tapaq və burada nə qədərsə ərimə istiliyimiz. Bunun sayəsində buradan biz xüsusi istilik tutumu tapacağıq. Çünki mənə indi hal-hazırda bu olan, yaşıl olan dairə lazımdır ki, oradan bizim qızma olan istilik miqdarımız yazıram. Q qızma istilik miqdarımızdır. Q qızmanı tapanda, çünki xüsusi istilik tutumunun düsturu necədir? 2 bölünsün M delta T'dən ibarətdir. Ona görə birinci mən bu qırmızı dairəni tapmalıyam. Bu qırmızı dairəmi tapmaq üçün Q lambda M-lə yola çıxa bilərəm. Q bərabər lambda M, oradan ərimə istiliyini tapacağım. Lambda bizə verilib 59 kilojol kiloqramdır. Kütləmiz 10-dur. 59 10-a vurulanda bu 590 kilojol eləyir. Bax, bizim bu aralığımız 590-dır. Yazıram bura 590 kilojol. Sonra mənə bu vəziyyət lazımdır. Baba, bura lazımdır. Buranı da tapmaq üçün onda buradakı 1050-dən 590 kilojolu çıxardaram. Buradakı qiymətimizi tapa bilərəm. Yəni, belə götürək də 1050 çıxılsın 590 bərabər olacaqdır. 0-dan 0-ın çıxdıq, 15-dən 9-un çıxdıq, 6, 9-dan da 5-in çıxdıq. Bu da elədi 460 kilojol. Deməli, qızma istilik miqdarımız, yəni bizim buradakı qiymətimiz olur 460 kilojoldan ibarət. İndi başlayıram yerləşdirməyə. Q-nün qızma olan istilik miqdarı 460 kilo isə 10 üstü 3-dür. Bunu 10 üstü 3 yazıram. Bölünsün, kütləmiz 10 verilibdir. Temperatur dəyişiminə baxanda isə 32-dən qalxıb gəlibdir 232-yə. 232-dən də 32-ni çıxanda bu da 200 Selsi dərəcə eləyəcəkdir. Yəni, bu mavi hissə bizim qızma olan tərəfimizdir. Ona görə mən bu hissəyə baxıram. Çünki C-ni tapanda o bunun bax bu aralığına düşür. Yəni qızma istilik miqdarına düşür. İndi sadələşdirək burada. Bu 0 ilə bu 0 gedir. Sonra
10 üstü müsbət 3-dən bu 2 dənə 0 getdi. Yalnız 10'luq qaldı buradan. 462-yə bölündə elədi 23. Yanında da bir 0 var idi. Elədi 230 kiloqram bölünsün. Deməli, üzr istəyirəm. Jol bölünsün kiloqram Kelvin. 11-ci sualımıza baxıram. Kütləsi 10 kiloqram olan quruluşun temperaturunun onun istilik miqdarının asılı qrafiki verilmişdir. Xüsusi ərimə istiliyini tapın. Ərimə deyirsə bu lambdadır. Lambda sualdır. Lambdanı tapmaq üçün bizə buradan istilik miqdarı lazımdır. Mən bu istilik miqdarını tapandan sonra bu yaşıl olan aradan 640'dan tapdığımı çıxacağım. O isə oradaki olan Q'nu çıxardacağım. Bu ikisinin fərqindəndir. Onu çıxaracağım. Elə bir bunu x deyirəm. 640'dan hər hansı bir x istilik miqdarını tapacağım. Və lambdamız da Q bölünsün m olaraq yerinə qoyub yazacağım. İndi gəl birinci baxaq biz hansı vəziyyətə baxmalıyıq burada. Mavi hissəni görürsənmi? İlk öncə bura gəl. Bu çəpinə xətt bizim həmişə qızma olan tərəflərimizdir. Yəni qızmanın istilik miqdarını bizə tapmaq lazımdır. Ayağına qızma atıram. O da Cm delta T'dən ibarətdir. Verilənlərimizi buradan yerləşdirək. Xüsusi istilik tutumumuz 130'dur. Yerinə 130 qoydum. Verilən kütləmiz 10'dur. Temperatur dəyişiminə baxanda isə 327 ilə 27 aralığıdır. Bu ikisinin də fərqi bizi 300'ü verəcəkdir. Bunu da yerinə yazanda 300. Deməli, baxıram sıfırları sarım. 2, 0, 1, 0, 3, 0 elədirsə 3, 0, 10 üstü müsbət 3 deməkdir. 10 üstü müsbət 3'də 1 kilodur. Sonra bunu da vuraq. 130'u da 3'ə vuranda bu da elədi 390. Buradan yazıram 390. 10 üstü 3 dedik. 10 üstü 3 də kilojoule deməkdir. Artıq bizim bu x qoyduğumuz hissədə qiymət istilik miqdarının qiyməti hazırdır. Bunu yazdım 390 kilojoule. Bax burada kilodur deyə ona görə eyni ortaq hissəyə gətirmək lazımdır. İndi isə 640'dan biz çıxacaq nəyi? 390'ı gəlin buranı silək. Yəni çünki bizim bu ərimə istiliyimiz ancaq bu aralığa gəlib düşür də. Buranı tapmaq lazımdır. 640 ilə də 390'ın fərqi yazıram. 390'ın fərqi buradan artıq 0 düşüb bunu silək. Deməli 14'dan 9 çıxdı 5, 5'dən də 3 çıxdı 2. Bu elədi 250 kilojoule. Yəni ərimə istiliyimiz 250, kütləmiz 10'dursa sıfırlar ixtisar olundu. Cavab elədi buradan 25 joule bölünsün kiloqram. 12-ci sualımıza baxaq. Sual 12. Tərəfi 5 sm olan kvadrat şəkilli lövhə sabun məhlul səthinə toxunur. Lövhənin məhlul səthindən ayırmaq üçün tətbiq olan minimum qüvvəni hesablayacaq. Lövhənin kütləsi 10 qramdır. Məhlulun səthi gərilmə əmsalı 4 fronüsü mənfi 2 şey də verilibdir bizə. Deməli, deyir ki, bax belə bir çəhrayı rəngdə sabunumuz var. İndi özümüz bunu çəhrayı rəngə saldım. Sonra bir dənə bizim kvadrat şəkli bir lövhəmiz var. Həmin o lövhəni də qara rəngə çəkdim belə. İndi bizə deyir ki, bax bu qara rəngdə olan lövhənin kütləsi 10 qramdır. Yəni bax bunun kütləsi 10 qramdır. İndi gəl istəyirsən bunu qıraqdan yazım. Kütləmiz M hərfi ilə yazılır. 10 qramdırsa bunu kiloqrama çevirmək lazımdır. Yəni 1000-ə böləcəm. Bu da elədi 0,1 kiloqram. Məhlulun səthi gərilmə əmsalı. Səthi gərilmə əmsalı sigmadır. Bunu verib bizə 4 fronüsü mənfi 2. Bax, biri var mexaniki gərginlik. Mexaniki gərginlikdirsə bunun vahidi Newton böl metrin kvadratıdır. Amma səthi gərilmə əmsalında vahid Newton böl metrdir. Bunlara qarışdırmayın. Sonra bax bu kvadratımızı göy çərçivəyə aldım belə. Bunun hər tərəfinə dedi ki, nədir? 5 santimetrdən ibarət. Yəni hər tərəfi 5 santimetrdə bunun. Yaxşı, indi gəl bunları silək. Buradan bunları görməyə çalışaq. Deməli, belə bir sabunumuzun üzərinə bir kvadrat şəkil lövhə yerləşdirdim. Həmin bu lövhənin özünün ağırlıq qüvvəsi üzü aşağıya doğrudur. Bura bir if ağırlıq yazıram. Ağırlıq qüvvəmiz də bizim M şeydən ibarətdir. Digər yandan da bu sabunla lövhə yapışıbdır. Bunu yapışanda buradan səthi gərilmə qüvvəsi əmələ gəlir. Həmin o səthi gərilmə qüvvənin istiqaməti onu yapışıb üzərinə deyə istiqamət aşağıya doğrudur. Səthi gərilmə qüvvəmizin də düsturu sigma L'dir. Belə. Digər yandan da
Bu lövhəni sabundan qoparmaq üçün buna bir qüvvə ayırmaq lazımdır. Həmin o qüvvə də deməli bunu qoparmaq istəyirsə, təbii ki, üzü yuxarıya qalxmalıdır bu qüvvəmiz. Yəni ora sərf olunan minimum qüvvəni istəyir bizdən ki, bu nəyə bərabər olacaq? İndi bax, minimum qüvvə bərabərdir nəyə? Ağırlıqla da səthi gərilmə qüvvəsi eyni istiqamət olduqlarına görə biz bunları toplayacağıq. İndi gəl bunu kənardan yazmağa çalışaq. Deməli, bizə lazım olan minimum qüvvəmiz F minimum bərabərdir. Ağırlıq qüvvəsi ilə, yazaq, ağırlıq qüvvəsi ilə səthi gərilmə qüvvəsinin cəmini. Çünki ağırlıqla səthi gərilmə qüvvəsi eyni istiqamətədir. İndi istəyirsən gəl bunları kənardan hesablayaq. Ağırlıq qüvvəmiz bizim mg'dir. Kütləmiz 0,1 kiloqram elədir. Şeyimiz də 10'dursa, bu da elədir 0,1 Newton. İndi bunu 0,1 Newton da yaza bilərəm və yaxud da 100 milli Newton da yaza bilərəm. Nə üçün belə yazaram? Milli Newton. Çünki milli 10 üstü mənfi 3 deməkdir. Bax, bunu yazsam 100 vurulsun 10 üstü mənfi 3. Buradan da bu 2 sıfırdan bu 10 üstü mənfi 3 də bir-birlərinə vurulanda yenə nə qalır? 0,1 qalacaqdır. Yəni başqa sözlə bunu milli Newtondan da yaza bilərəm. Belə də başqa sözlə 100 milli Newton şəklində yazaram. Bu da belə. Sonra ağırlıq qüvvəmi tapdım. İndi yazıram səthi gərilmə qüvvəmiz. Səthi gərilmə qüvvəmiz sigma L-dir. Sigmanı saxlayıram yerində. Biz bilirik ki, hər fiqura görə bunun uzunluqları dəyişir. Kvadrat şəkilli uzunluğumuz L 4 aya bərabər. Çünki bunun bütün tərəfləri bir-birinə bərabərdir axı 4 tərəfi. Ona görə artıq mən ona 4A şəklini yazacağım. Bu da belə. İndi gəl verilənləri yerləşdirək. Səthi gərilmə əmsalını bizə 4 vurulsun 10 üstü mənfi 2 şəklində verilibdir. Sonra buradakı 4A bu kvadratın uzunluğudur. Bunu yazıram 4 vurulsun. Kvadratın da tərəfinə bizə 5 santimetr vermişdir. Santimetr 10 üstü mənfi 2'dir. Başqa sözlə böl 100 deməkdir. A-nın da yerinə, yəni kvadratın da tərəfin yerinə 5 vur 10 üstü mənfi 2'ni yerləşdirdik. Yazıq. Buradan da indi qalır bizə sadələşdirmək. Deməli 4'ü 5'ə vurduq. Bu elədi 20. Buradan yazaq 20. Sonra 4'ü buradan da 20'yə vuranda bu da elədi 80. Buradan da elə buna 80 yazaq. Belə. Daha sonra isə bu 10 üstü mənfi 2, 10 üstü mənfi 2'yə vurulanda bu elədi 10 üstü mənfi 4. 10 üstü mənfi 4'dən, bax buradan bir dənə sıfırlığa vurulanda bu eləyəcək 10 üstü mənfi 3. Belə 10 üstü mənfi 3 də bilirik ki 1 millidir. Milli 10 üstü mənfi 3 deməkdir. Onda mən buna daha 10 üstü mənfi 3'ün yerinə belə yazacağım. 8 milli Newton. Çünki dediyim kimi 10 üstü mənfi 3 millidir. İndi biz nə tapmışıq buradan? Deməli, ağırlıq qüvvəmizi 100 milli Newton tapmışam. Ağırlığın yerinə 100 qoydum. Üzərinə gəlinsin. Səthi gərilmə qüvvəsində nə tapdıq? 8 milli Newton tapdıq. 100'ün üzərinə 8 gələndə bu da 108 milli Newton şəklində olacaqdır. Baxaq buradan 13-cü sualımıza. Alüminium, mis və qurğuşun 500 Selsi dərəcə ilə 1500 Selsi dərəcəyə qədər qızdırılarsa, hansı maddə bərk halda maye halına keçmiş olacaqdır? İndi yenə gəlin buradan bu deyiləni görməmiz üçün buradan bir dənə öz PDF-imdən hazırladığım bir şəkli sizinlə paylaşım. Deməli, bunu buradan biraz balacalaşdıraq nisbətən bu şəklimizi. Aha, görək hansı aralığı bizə dedi. Bu hissəni görməyə çalışaq. Aha. Deyildi ki, bizə buradan bərk halda maye halına keçmişik. İndi yaxşı. Bərk halın əgər maye halına keçilibdirsə buradan, deməli bərk budur, maye də budur. Bərk halda maye halına keçibsə, nə olur bu? Ərim olur. Deməli, mənim baxacağım aralıq ərimə aralıq olacaq. Ancaq mən bura baxacağım. Daha mənə qaynama olan tərəf maraqlı deyil. İndi isə bizə verilən temperatur neçədir? 500-dən 1500'dür. Həmin o 500-dən 1500'ü götürürəm. Burada verilən maddələrimiz var. Alüminium, mis qurğuşunda bunun bu hissələrinə yerləşdirirəm. Bura 500, burası 1500 yazırım. Əgərlərim ortadakı birindən buradakindən böyük, buradakindən kiçik olarsa, onda bu uyğunluq bu maddəni götürmüş olacağım. Mən də görəm 1500 660'dan böyük, 500'dən böyükdürsə, deməli bu böyük kiçiklik bura uyğun gələcək. Sonra misə baxıram. Həmin o 500'dən 1500'ü burada yerləşdirirəm. Görəm 1500 1083'dən böyükdür. 1083 də 500'dən böyükdür də mis uyğun gələcəkdir burada. Daha sonra həmin bu 1500'ü ilə 500'ü yenə buraya yerləşdirəndə
Aha, onda quruluşun bura uyğun gəlməyəcəkdir. Çünki 1500 360-dan böyükdür, amma 360 500-dən kiçikdir. Bu uyğunsuz oldu. Bura uyğun gələn cavablar alüminium və mis cavablarını götürmüş olacaq. Sonra baxaq buradan digər sualımıza. Bu sualda 14-cü sualda 4 kiloqram olan quruluşun temperaturunun istiliyinin verilmə müddəti asılı qrafiki verilmişdir. 25 dəqiqə müddətində quruluşun aldığı istilik miqdarını tapacaq. Bax, bizə verilən kütləmiz, yəni M bərabər buradan 4 kiloqramdır. 25 dəqiqə müddətində baxım görüm ki, bu istilik miqdarının başına nə işlər gəlibdir. Gəlin buradan bunu görməyə çalışaq. Bunu belə çevirəm. Bu bizə quruluşun deyil də. Bax, bu çəpinə xətt. Çəpinə xəttlər görürsənsə, bizim bu hissələrimizi istifadə edəcəyimiz düstur CM delta T olacaqdır. Bura isə bizim aqreqat haldır. Bax, o göy xəttimiz. Aqreqat hallarda temperatur dəyişimine görə bu xətt buna perpendikulyar şəkildə gedir. Və burada da quruluşun bərk haldan gəldi, əridi. Əriyən tərəflərimizin düsturu lambda-dən ibarətdir. O bizə deyir ki, 25 dəqiqə müddətli istilik miqdarını tapacaqsın. Dəqiqənin burada hesabatı adəti yoxdur. Sadəcə mən buradan bura qədər gələn seanslara görə istilik miqdarımı tapacağam. İndi gəl bunu addım-addım işləyək. Yaşıl hissəmiz çəpinə xəttir. Çəpinə xətlərimizin düsturları CM delta T olacaq. İstəyirsən buna Q1 atıram, ayağına Q1 atıram. Q1 yəni qızma tərəfimiz bərabərdir. Bizim CM delta T-dən ibarətdir. Baxım görün burada bizə verilən bu quruluşunun nə qədər oldu? Su sisi tutumu, yəni C-si də. C-sin verib 140. Bunu yerinə yatıram 140 üzərinə vurulsun. Kütləmiz M 4 kiloqramdır. İndi bunun burada temperatur dəyişiminə baxıram. Bu çəpinə xəttdə burada temperaturumuz neynədir? 27 C dərəcədən çıxır, 327-yə qədər qızır. Bunun temperatur dəyişiminin aralığı 327 ilə 27-nin fərqi 300 C dərəcə eləyəcəkdir. Bunu ümumiyyətlə verə bilərsiniz ki, sual nəyə görə bunu Kelvinə çevirmədi? Çünki bu düsturun özünə delta T böyüyü də var, balacası da var. Ona görə bunu dəyişməyə bilərik. Və temperaturumuzu da yazdıq buradan 300 C dərəcə. İndi isə bunu qalır buradan sadələşdirmək. Deməli, belə eləyək də biz 140-ı, yox, gəl belə sıfırları bir yerə yığıram. 2 0 1 0 3 0 elədimmi? Həmin bu 3 0 10 üstü müsbət 3 yazıram buna qıraqdan. 10 üstü müsbət 3. 10 üstü müsbət 3 görəndə bunu kilojouldan əvəz edəcəm. İndi isə nə edirəm? 14-ə vururam 4-ə. 14-ü 4-ə vuranda bu elədi 56. 56-nın da burada bir dənə 3 düyümüz var. 56-nı da 3-ə vuranda bu nə edir? 8, 15, bir yada da 168 vur. 10 üstü müsbət 3-dür. Bu 10 üstü müsbət 3-ü də kilojouldan yazaram. Yəni 168 kilojoul bu çəpin olan xəttimiz bizim elədi. İndi isə bu biri tərəfimizdə də 2 deyirəm. Bu 2-ni də sarı rəng alıram. Bura isə bizim artıq ərimə tərəfimizdir. Yəni ayağını ərimə də ata bilərəm ya da 2 də ataram. 2. Burada istifadə edəcəyimiz düstur artıq bizim lambda M-dir. İndi bura fikir ver. Xüsusi ərimə istiliyi. Həmin o xüsusi ərimə istiliyi lambdadır. Lambdanı bizə veribdir 25. Amma bundan öncəki xüsusi istilik tutumu bu balaca C idi. İndi lambdamızın qiyməti 25 kilo joule kiloqram, kütləmiz də 4-dür. 25 4-ə vurulanda 100 elədi. Önündə də kiloda kilo 10 üstü müsbət 3-dür. Onda bu da olur 100 kilojouldan ibarət və ümumi 25 dəqiqə zaman ərzində nə qədər istilik miqdarımız bizim ümumi ofşu oldu hamısı birlikdə də həm Q1 oldu buradan 168 kilojoul, həm də Q2, yəni əriməsi də 100 kilojouldur. 168-dən də 100-ün cəmi bizə 268 kilojoulu verəcəkdir bu sualımızın cavabı. İndi baxaq buradan digər sualımıza. Sual 15. Kütləsi sıfırındakı kiloqram olan buz parçasının temperaturunun istiliyin verilmə müddətinin asılı qrafiki verilmişdir. 30 dəqiqə ərzində bu su sisteminin aldığı istilik miqdarını hesablayacaq. Buzun xüsusi istilik tutumu verilibdir bizə 2-dir. İndi gəlin yazaq buradan qeyd edək. Əgər xüsusi istilik tutumu isə bu balaca C-dir. Buradan buz deyirsə, bunun ayağına buz atıram. C buzu bizə verib 2 kilojoule kiloqram Kelvindir. Sonra xüsusi ərimə istiliyi. Xüsusi ərimə istiliyi lambda hərflə yazır. Lambdamız 350 kilojouldur və buradan da suyun xüsusi istilik tutumu verilibdir. Xüsusi istilik tutumu dedik ki, balaca C hərflə yazılır. Buradan da su deyirsə, onda bunun ayağına su atıram. Yəni C suyun xüsusi istilik tutumu 4 kilojoule kiloqram Kelvindən ibarətdir. İndi isə bizim baxacağımız tərəf
30 dəqiqə ərzində bu suyun aldığı istilik miqdarlarını tapmış olacaq. Deməli belə. İlk öncə bax bu buzdur deyə mənfi haldır. Buradan mənfidən gəlib də sudur axı buz halındadır. Bu çəpinə xətlərimizdə bizim istifadə edəcəyimiz düsturlar Sm delta T olacaqdır. İstərsən buna 1 yazıram. Sonra bura gəldi keçdi göy xəttimiz. Bu göy xətti 2 yazıram. Digər qırmızı xəttimizi 3 yazacağım. Göy xəttimiz bura bizim ərimə tərəfimiz. Birinci tərəfimiz bizim buz tərəfimiz. İkinci tərəf isə su tərəfimiz olacaqdır. İndi isə 1 yazıram və istilik miqdarını mən 30 dəqiqə ərzində nə qədər istilik miqdarı olubdur ki, bax bu yaşıl xətlərin ardıcıllığına qədər bütün istilik miqdarlarını tapmış olacağam. Birinci vəziyyətimiz buzdur. Ona görə çəpinə xətlərimizlə düsturları Cm delta T yazıram. Bu da buz olduğuna görə onda C'nin ayağına buz atıram buz halında. Və başlayıram qoyaq yerinə yazmağa. İndi gəl ikinci nəzər. İkinci tərəfimiz bizim ərimədir. Ərimənin düsturu lambda M olacaqdır. Üçüncü tərəfimiz yenə çəpinə xətt olduğu üçün bunun istifadə edəcəyi düstur Cm delta T olasıdır. Sadəcə artıq bu su halında olduğuna görə onda mən buradakı xüsusi istilik tutumu yerinə su yerləşdirmiş olacağım. İndi ümumi buradan bütün istilik tutumlu istilik miqdarlarını tapıb hamısını sonra isə toplamış olacağım. Gəl indi qoyaq verilənləri yazmağa çalışaq. Buzun xüsusi istilik tutumu 2-dir. Bura yazıq 2. Verilən kütləmizdə bizə 0,2 kiloqram verilmişdir. Bunu yazım 0,2. İndi bunun bu vəziyyətimizdə biz temperatur dəyişiminə baxırıq. Temperatur dəyişimi nə qədərdir ki, -20-dən çıxıb 0-a qədər gəlibdir. Bunun temperatur dəyişimini biz 20 götürəcək. Mənfi nəzərə almırıq. Niyə? Çünki orada hesablayanda o mənfilər aradan çıxıb gedir. Ona əsasən elə bunu müsbət 20 kimi həmişə qəbul edə bilərsiniz. 20 yazıq. Bu tamla bu tam bir-birinə, 0 tam onluğa vuruluna gəldi, heç nə 0 gedir. 2 2-yə vuruldu 4, 4 2-yə vuruldu 8. Deməli, bu oldu 8. Bir dənə də fikir versən bu hissəyə. Xüsusi tutumu kilo ilə verilibdir. Bu kilo 1000 deməkdir. Ona görə mən bunun kilonu da elə yanına atıram. Sonra lambda baxıram. İkinci vəziyyətimiz lambda M-dir. Lambdanı bizə 350 kilo, joule, kiloqram verib. Lambdanı da yerinə yazıram. 350 kilosunu da nəzərə alacaq. Kütlə də 0,2 olduğuna görə bu ilə də 70 kilo, joule. Sonra üçüncü tərəfimizə baxıram. Bura yaşıl tərəfdir. Çəpinə xətlərimiz dedik Cm delta T-dir. İndi bax, bura görsən su haldır. Ona görə suyun biz xüsusi istilik tutumu yazacağım. Suyun xüsusi istilik tutumu 4-dür. Önündə də kilo var. Ona görə 4 kiloduna nəzərə almış olacağım. Kütləsi 0,2-dir. İndi bunun temperatur dəyişinə baxıram. Bax, bizim buradan bu temperaturumuz hardan hansı aralığa qədər gələcəkdir. Buradan çıxıbdır. Gəlirsən bunu buradan da silək. Bax, deməli buradan çıxıb, deməli bunun buradakı temperaturu 0. Qalxıb yuxarı qızıb, buradakı isə son temperaturu 50-dir. Və temperatur dəyişimi isə bunun 50 Cl dərəcədir. Bunu da yerinə 50-nə yazsaq. Sadələşdirsəm, bu 0-dan bu 0 çıxır, gedir aradan. 2-ni 5-ə vurduq 10, onu da 4-ə vuranda bu da elədi 40 kilojoule. İndi ümumi 30 dəqiqə ərzində nə qədər istilik miqdarı sərf olunub, bunları toplayacağım. Bura, bura, bura. 3 dənə istilik miqdarıdır. 1, 2, 3 hamısını cəmləyirəm ki, ümumi 30 dəqiqə ərzində ayağını 30 dəqiqə tax buradan biz birinci istilik miqdarımız 88, ikinci 70, üçüncü də 40-dır. İndi hamısını toplayıram buradan. 8-in üzərinə 70, üzərinə də 40 gəldikdə bu da 118 kilojoule sualımızın cavabı eləyəcəkdir. Bu neçənci sual oldu? 15-ində 16-cı sualımıza baxıram. Bunu bir yana çevirək. 16-dan kütlə 0,2 kiloqram olan suyun buza çevirmə prosesi zamanı onun temperaturunun istiliyinin ayrılma müddətindən asılı qrafiki verilir. 30 dəqiqə ərzində su buz sisteminin ayrılan istilik miqdarını hesablayacağım. Yenə baxıram. Xüsusi istilik tutumu C-ni bizə veribdir. 2 kilojoule kiloqram Kelvin. Buz deyirsə ayağına bunun buz atıram. Sonra xüsusi ərimə istiliyi. Ərimə istiliyi lambdadır. Buradan da bunu silirəm, yazıram. Lambda verilibdir 350 kilojoule kiloqram. Digər xüsusi istilik tutumu bu suyundur. Buradan tam düşmürdür, amma bax bu suyundur. Ona görə bunu da silirəm. Bunu da üzərindən yazıram ki, suyun xüsusi istilik tutumu 4 kilojoldur. İndi baxaq qrafikimizə. Bir də əlimizdə kütləmiz var. Kütləni də 0,2 şəklində veribdir. Deməli, buradan görürsəm bu sudan buz halına keçir, soyuyur.
Bu hissə bizim sudur. Müsbət olan tərəflər sudur. Qısacası mənfi olan tərəflər bu sallar olacaqdır. Bax, bura bu saldır. Digər yanımızda bizim, bax, bura ərimədir. Burada həm buz var, həm də maye var. Buz üstəgəl su, yəni ərimə tərəflərimizdir. Bunları indi başlayıram yerləşdirmə. Birinci buradan başlayıram, çünki bunun artıq gəliş yolu müsbət 50-dən 0-a qədər gəlibdir. Bura bizim birinci tərəfimiz. Bunu bayaq eyni ilə necə yazmışdıq digər bundan öncəki sualda? Eyni ilə bunun kimidir. Bütün çəpinə xətlərimizdə istifadə edəcəyimiz istilik miqdarının düsturları Cm delta T'dən olacaqdır. Sonra gəldim bu çəhrayı tərəfə. Bu çəhrayı tərəfimiz əriyə tərəf, ərimə tərəfimizdir. Ora 2 adlandıram. Ərimə tərəfimizin düsturu lambda m olacaqdır. Digər çəpinə xəttimiz də belə düz aşağı doğru gedir. Çəpinə xətt görürsənsə düstur Cm delta T'dən ibarətdir. İndi baxıram. İlk öncəki halımız bizim nə haldır? Su halıdır. Ona görə bu C-nin ayağına su atıram. Yəni suyun xüsusi istilik tutumu. Ərimə o heç özü olduğu kimi qalır. Digərində buradakı C-yə baxanda artıq bu düşüb aşağı buz halına. Yəni bərk alıb. Bunun da yerinə buz qoyduq. Belə indi sadələşdirmək qalır bizə və 30 dəqiqə ərzində görəcəyik ki, nə qədər istilik miqdarımız var. Bax, 30 dəqiqə ərzində deyibdir. İndi baxaq, buradan bunu həll etməyə çalışaq. Biraz bunu bu tərəfə çevirim. Bunlar da buradan səhv. Aha. Suyun xüsusi istilik tutumu nə qədərdir? Suyun xüsusi istilik tutumu 4 verib. Yazıram bura 4. Kilo da var, onu da nəzərə alacağım. Kütləsi 0,2-dir. Suyun temperatur dəyişimi buradan çıxıb 50, gəlib bura 0. Deməli, bunun burada temperatur dəyişimi 50 Selsi dərəcədir. Bunu yazıram. Tamla bu tam getdi. 4, 2-ni 5-ə vurdum. 14 də 10-a vurulanda bu da elədi 40 kilojoule. Bu artıq su olan tərəfimizi tapdıq. İndi lambdaya baxıram. Lambda xüsusi əriməsili 350 kilodur. Kilonu nəzərə alacağım axırdan. Yazıram bu 350. Kütlə 0,2-dirsə, bu da elədir 70 kilojoule. Buna da 70 yazaq. Belə. Sonra isə digər qızma tərəfimizə baxıram. Bu artıq aşağı buz olan tərəfidir. Onda buzun xüsusi istilik tutumu yazıram. Buzun xüsusi istilik tutumu 2, temperatur dəyişimi 0,2 və bunun buradakı temperatur dəyişiminə baxanda isə nə qədərdir? 0-dan gəlib -20. Deməli, temperatur dəyişimini 20 götürəcək. Belə. İndi sadələşdirirəm bunları mən. Bu da elədir 8 kilojoule. İndi ümumi nə qədər zaman ərzində nə qədər istilik miqdarı bura getmiş oldu. Bax, 30 dəqiqə ərzində birinci istilik miqdarı, ikinci və üçüncü yazıram. 1, 2, 3 və ümumi bunların hamısını yenə toplamış olacağım. 30 dəqiqə ərzində. Bu fərqi yoxdur. Bu artıq bizim soyuma qrafikimizdir. İstər soyuma, istər qızma olsun. Hamısında ümumi istilik miqdarını tapıb qıraqda istəsin. Sonunda toplayacaqsın. 40-ın üzərinə 70 gəldi 110. 110 üzərinə 8 gəldi. Bu da elədi 118 kilojoule sualımızın cavabı. Sonraki 17-ci sualımıza baxıram. Şüşə kapillər borular maye salınır. A kapillər boruda qalxan mayenin çəkisi, həcmi və hündürlüyü cədvəldə verilir. B kapillər boru üçün bu kəmiyyətlərin qiymətlərinə uyğun düsturlarla yazmalıyıq. S borunun enkəsinin sahəsidir. Yaxşı, gəlin də bu şərtimizi görməyə çalışaq. Buradan görürəm ki, çəki nədir? P-dir. Bax, çəkini P-ni verib hansı nöqtəmizə görə? A borusuna görə veribdir. Həcmi də bizə həcmdə V-dir. Həcmi də bizə A borusuna görə V0 veribdir. Hündürlüyümüz də, yəni H-ımızı da bizə A borusuna görə veribdir. H0-dan ibarətdir. İndi birinci çəkidən başlayıram. Çəkinin düsturunu nə cür çıxarda bilərik biz? Bunun çıxarışı deməli, səthi gərilmə qüvvəsi necə idi? F bərabər idi, sigma L idi. İndi buradan çəkidən söhbət getdiyinə görə F-in yerinə P yazıram. Sigma L-dir. Sonra sigma durur yerində, L-in də yerinə 2πr qoyuram. Nə üçün? Bunun bu hissəsi axı dairədir, ona əsasən. Dairənin də sahəsi S bərabərdir, πr-in kvadratıdır. Buradan πr-in kvadratı, kvadrat düşmədi. Aha. Buradan r-i tapanda r bərabər olacaqdır. S bölünsün pi, r-in başı kvadratdır deyə bu ifadələr girəcək kökün altına. İndi mən gətirəcəm buradan radiusun yerinə bu ifadəmizi yerləşdirəcəm. Onda bizim bu ifadəmiz olur belə. Dəqiqə bunu qara rəhmə yazaq. S bölünsün pi-dən ibarətdir. Belə. İndi isə gəlin yerləşdirək. Çəkin sahəli nə cür asılıdır? Düz, amma kök altı şəklində asılıdır.
Ona görə mənim buradakı digər nöqtəm B nöqtəsi və A nöqtəsidir. B və A borularına görə çəkilərimizi yazıram. PB-nin PA-ya nisbəti sahə ilə düz asılı olduğuna görə SB-nin də SA-ya olan nisbəti sahənin durumu nə cürdür? Kök 6-dır. Ona görə bunları salıram kökün altına. Deməli, bu bizim A borumuzdur. Bu isə bizim B borumuzdur. Aha, bunu buradan hə. Bu A borumuz, bu da B borumuzdur. B borumuzdakı sahə deyək, B borusu 4S-dir. B-nin yerinə yazıram 4S. Sonra A borusunda isə bu 1S-dir. Bunun da yerinə 1S yazım kök altında. S-lər gedir, qalır 4 kökün altına. 4 də kökün altından 2 çıxacaqdır. Bu da belə. İndi oradan da B nöqtəmizin çəkisini tapanda, bu da B nöqtəmizin də çəkisi bərabərdir. 2P A-dan ibarətdir və A nöqtəsindəki çəkini bizə P0 veribdir deyə, onda mən A nöqtəsinin də yerinə 1P0 yazacağım. Oldu bu 2P0. Deməli, B nöqtəmiz 2P0 olacaq. İndi həcmimizə baxıram, həcmi əlaqələndirəcəm. Deməli, buraya qədər tapdığımız düsturlar, bu bizə köməyimizə çatacaq. Belə bunu yazdıq. Bəs həcmi necə çıxardıram? P-nin yerinə gətirəm, emişiyimizi yerləşdirirəm. Buradan emişiyini yerləşdirirəm, sonra M-in də yerinə RV yazıram. Belə. RV-ni yazdıq. İndi mən nə görürəm? Görürəm ki, həcm də sahə ilə düz asılıdır, amma kökaltı şəklində asılıdır. Eyni ilə çəkin necə yazdıqsa, bunu da eyni ilə o şəkildə yazacaq. Yəni, biraz bunu aşağıdan yazaq. Aha. İndi yenə də B nöqtəsi ilə A nöqtəsinin həcmlərini başlayıram nisbət qrup yazmağa. B nöqtəsinin həcmini A nöqtəsinin həcminə bölək buradan. B-ni A ilə böləndə bu sahə ilə dedik ki, düz, amma kökaltıdır. SB-nin də S-aya nisbətini yazacağım. B nöqtəmizin gördüyümüz kimi burada sahəsi 4S-dir. Yazıram 4S və A nöqtəmizin sahəsi isə 1S-dir. Və bu ifadə kökdən, 4 kökdən çıxacaq 2. Bizim bu nisbətimiz 2-yə bərabərdir. Və biz B nöqtəsinin həcmini tapıramsa, onda 2 V-yə çarpaz vurulacaqdır. 2 VA, VA-nı da nə qədər veribdir bizə? V0 şəklində veribdir. Ona görə burada yazıram VB bərabərdir 2 VA-nın da yerinə V0 düşür. Cavabımız oldu 2 V0. İndi bizim B nöqtəmizin həcmi oldu 2 V0-dan ibarət. İndi isə hündürlüyə baxıram. Kapillər boruda hündürlüyümüzün düsturu H bərabərdir 2 sigma bölünsün rho J R-dən ibarətdir. Buradan da mən yeni R-i ilə əlaqələndirəm? Sahə ilə əlaqələndirəm. Radiusun yerinə S bölünsün pi yazıram. Belə. S ilə hədə yazaq. S bölünsün pi yazıram. Bu da kökün altındadır və mən nə görürəm? Hündürlüyüm sahəmizlə tərs asılıdır. Həmçinin də kök altı şəklində asılıdır. Bunların hamısını nəzərə alacağım mən. Deməli, indi yenə nisbət yazıram. B nöqtəmizin hündürlüyünü A nöqtəmizin hündürlüyünə bölürəm. Bir dəqiqə buradan H pis çıxdım. Təzim söməli yazaq. Belə radiusla tərs asılıdır. Üzr istəyirəm, sahə ilə tərs asılıdır. Onda buna əgərlərin B yazmışamsa, onda bunun sahəsinə də A yazacağım. Bunun sahəsinin hündürlüyün ayağını A yazmışamsa, onda bunun sahəsinə B yazacağım. Bir də sahəmizin durumu görürəm ki, kökün altındadır da. Ona görə buna da kök altında yazacağım. Deməli, A nöqtəmizin sahəsi nə qədərdir? S və B nöqtəmizin sahəsi nə qədərdir? 4S. Yazıq buna 4S. S-lər oradan ixtisar olunur. Nisbət qalacaqdır 4-də 1. 4-də 1 də kökün altının 2-də 1 çıxacaqdır. Onda buna da yazıram buradan 2-də 1. Bizdən B nöqtəsinin hündürlüyünü soruşur. Onda olacaq HB bərabərdir. HA bölünsün 2. A nöqtəmizin hündürlüyü nə qədər veribdir? A borusunu H0 verib. Onda A-nın yerinə yazıram H0 bölünsün 2 üstü. B nöqtəmizin də hündürlüyünü tapırıq. Yəni B borusunun hündürlüyünü tapırıq ki, H0 bölünsün 2-dən ibarətdir. Baxaq sonraki sualımıza. 18-də 0 Selsi dərəcə temperaturdan götürülmüş 20 qram buz 50 Selsi dərəcəli suya çevrilir. Maddənin temperaturunun uzulan istilik miqdarına asılıb qrafikini quracaq. Uyğun qiymətlərə koordinat oxlarda qeyd etməliyik. Yaxşı, gəlin indi bunu anlamağa çalışaq. Bax, bura bizim koordinat başlanğıcımızdır. Bir də bunu oxuyum. Hansı aralığı dedi bu bizə? Buz və su aralığı 0 Selsi dərəcədən 20 qrama qədər buz halıdır. Aha,
Yaxşı. Deməli, temperaturumuz bizim sıfırdan yola çıxır, 50 aralığına qədər. Bir də 20 qramlıq da bizim buzumuz var. Suya çevrilmiş olacaqdır. Bax, bu sıfırdır. Sıfır halı bizim aqreqat halımızdır. Bu hal bizdə ərimə temperaturudur. Yəni, bura ərimə hissəsini yazıram. Bunu qıraqdan yazıram ki, kütləsini bizə veribdir 20 qramdır. Yaxşı, biz yadınızdadır, bir dənə qoy buradan qrafikimizi bir dənə yadımıza salaq. Yazıram temperaturumuzun kütlülük miqdarının asılı qrafiki. Əgər bu mənfidən gəlirsə, deyək ki, mənfi 20-dən gəlir bura. Bura bizim qızma tərəfimiz, sonra burada əriyir. Ərimə tərəfimiz belədir. İndi bu birbaşa ərimə bizdə hardan gəlir? Sıfırdan gəlir də. Bu birbaşa ərimədən gəlib, yəni sıfırdan. Ərimə xəttlərimiz qısacası nə olur? Bax, bu cür şəkildə olur da, temperatur dəyişmir axı. Bu xətt temperatura belə perpendikular gedəcək, dəyişmir. Bu bizim ərimə olan tərəfimiz olacaqdır. Sonra isə bu buzu neylər qızdırılır. Qızdırma tərəfimizdə bizim qrafiklərimiz belə çəpinə xətt şəklində olacaqdır. Hara qədər qızdırırlar bunun temperaturunu? Dedi, 50 Selsi dərəcəyə kimi qızdırırlar. Onun üçün bura 50 yazsaq, sıfırdan 50-yə gəldi. Və İndi mənə nə lazımdır? Mənə bir buranın istilik miqdarı lazım. Bura Q1 atıram. Bir də bu biri tərəfimizin istilik miqdarı lazım. Burada Q2 atmış olacağam. Bu belə. İndi biz bunu tapmağımız üçün bunun bu aralığı var ya, bax, bu yaşıl xəttdə. Ora bizim qızma tərəfimizdir. Qızmanı tapmağım üçün Q2 ilə Q1-in bizə fərqi lazımdır. Ona görə yazıram ki, Q2 minus Q1 bərabərdir Q qızmadır. Qızmamız bizim Sm delta T'dir. İstərsən gəl qızmanı qıraqdan tapam. Q qızmamız bərabərdir Sm delta T'dir. S xüsusi istilik tutumu 4200 verilib. Yazıram buradan 4200. Kütləmiz 20 qramdır. Bunu 1000-ə bölmək lazımdır ki, kiloqrama çevirək. Bu da eləyəcəkdir 0,2 kiloqram. Kütlənin yerinə 0,2-ni yazdıq. Bir dəqiqə, 0 bir artıq getdi. 0,2 yazdıq. Temperatur dəyişiminə baxıram. Temperatur dəyişiminin hansı aralığa düşübdür? 0-dan 50. Deməli, bunun temperatur dəyişimi 50 Selsi dərəcədir. Yerinə bunu 50 qoydum. Sonra bu iki sıfırdan bu 0,1 aradan çıxır, gedir. Daha sonra 2-ni 50-yə vurduq. Bu elədir 100. 100 isə 2 dənə sıfırı yazdıq buradan. İndi görsən bu 4200-dür. Bunu kilojoula çevirmək lazımdır. Onda beləcə 4,2 kilojoul. Çünki kilo 1000-dir. 4,2-ni 1000-ə vuranda yenə 4200 elədi. Bu tərəfimizi tapdıq. İndi gətirəm belə yazıram. Bizə lazımdır, bax, bu tərəfimizə tapmaq. İndi bir dəqiqə buranı silirəm. Bax, bura bizim ərimə tərəfimizdir. Əriməmizin də istilik miqdarı nə cür tapıram? Q bərabərdir, lambda m-dir. Lambdamız bizim 350-dir. Lambdanın yerinə 350 yazıram. Önündə bunun kilosu var, nəzərə alacağım. Kütləm də 0,2-dən ibarətdir. Bu belə, bu tamla bu sıfırın biri gedir aradan, qalır 0,2. 35 də 0,2-yə vurulanda 35 2 70, bunu da 0 tam apardıq, ona elədi 7 kilojoul. Bax, indi mən o Q1 yazdığım tərəf var, bax bura. Oranı mən artıq 7 kilojoul edim. Gəlin bu yan tərəfimizə silək, bura bizə gözümüzü çox yormasın. Bunun da yerinə 7 kilojoulumuzu yazıram belə. İndi isə Q2 də naməlumdur. Q2-ni bilmirəm. Q2-ni tapanda Q2 bərabərdir. Buradakı Q qızmanı Q1 toplanmış olacaqdır. Q qızmanın üzərinə Q1-i gələcəm. Verilənlərimizi yazacaq, artıq hamısını tapmışıq da biz. Qızma istilik miqdarımız 4,2 kilojouldur. Q1-i də indicə tapdım, 7 kilojouldur. 4,2-nin də üzərinə 7-ni gələndə bu da elədi 11,2 kilojoul. Yəni, bax, bizim buradakı istilik miqdarımız da Q2-də elədi nə qədər? 11,2 kilojoul. Belə, qrafikimiz bizim bundan ibarət oldu. İstərsən gəl buraları da biraz silək, səliqəli şəkil salaq. Aha, bax, bu bizim oldu. Qrafikimiz bu şəkildə. Beləliklə, suallarımızın sonuna gəlib çatdıq. Bu kimi videoların davamlı olmağını istəyirsinizsə, mənə dəstək olaraq həm videonu bəyənib, həm paylaşıb, həm də abunə ola bilərsiniz. Bundan sonra artıq ikinci hissədən inşallah başlayacaq videolarımızı çəkməyə. Nə qədər çox dəstək olarsa, videolarımızın izahları daha tez-tez gəlmiş olacaq. Növbəti izahlarda görüşənə dək sağ olun, Allah amanında.